Salam, hər birinizi xoş gördük. Bugün DIM toplusundan informasiyanın kodlaşdırılması mövzusunda belə bir sualın izahına baxacağıq. Sualda bizdən nə istəyir? Deyir ki, kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 15 simvollu şəxsi şifrə və müəyyən əlavə məlumat verilir. Şifrədə yalnız A, B, C, D, Y, F, G, 1, 2, 3, 4 simvollarından istifadə olunub. Hər bir belə şifrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. Bununla yanaşı, hər bir simvolda ayrı-ayrılıqda və minimal mümkün bit sayı ilə kodlaşdırılır. Bir istifadəçinin qeydiyyatı üçün 16 bayt tələb olunursa, əlavə məlumat necə baytdır? Deməli, bizim istifadə etdiyimiz şifrə 15 simvoldan ibarətdir. Və bu 15 simvolda hansı simvollardan diri istifadə olunur? A, B, C, D, Y, F, G, 1, 2, 3, 4. Ümumilikdə 11 fərqli simvoldan istifadə olunur şifrəmizdə. Şifrəmizdə 11 fərqli simvoldan istifadə olunur. Daha sonra hər bir simvol üçün lazım olan bit sayını tapırıq. 11 simvolu hansı əlifbada kodlaşdıra bilərik? 8 simvolu əlifbada kodlaşdırsaq, 8 2 üstü 3 edir. Bu da o deməkdir ki, hər bir simvol 3 bit yaddaşa malikdir. Bu əlifbada kodlaşdıra bilmərik, çünki bəs etməz. 16 simvollu əlifbada isə bəs edər. 16 simvollu əlifbada bir simvol 4 bit yaddaşa malik olur. 15 simvollu şifrəmiz üçünsə ümumi bit sayını tapdıqda 15-i gətirib 4-ə vururuq və alırıq ki, şifrəmiz 60 bit yaddaşa malikdir. Və bunu bayta çevirdikdə 60 baytı 8-ə bölsək, alarıq 7,5 bayt. Yaddaşda yarım bayt saxlanılmır. Proqram tam baytla işlədiyi üçün təqribi bunu 8 bayt ötürə bilərik. 8 bayt. Deməli, biz tapdıq 8 bayt. Sonda bizdə şərtdə deyir ki, bir istifadəçinin qeydiyyatı üçün ümumi 16 bayt tələb olunursa, 16 baytın 8 baytı getdiyi üçün və alarıq ki, 8 bayt, yəni əlavə məlumat üçün 8 bayt tələb olunur.